taksi sürücüsünün elə bir öhdəliyi yoxdur şirkətdən işləsin. Taksi fəaliyyətindən göstərirsiniz, avtomobilin taksimetrindən təchiz olunmalıdır. Birincisi taksimetr deyilən bir şey yoxdur ya ölkədə. O da xüsusi qeydiyyatdan keçmiş, yoxlanmış taksimetr olmalıdır. Deyək ki, tapdıq, hansısa formada tapdıq. O taksimetrdə hansı qiyməti tətbiq edəcəksən? Yəni elə bir standart da yoxdur. Əvvəl bizim yapışacağımız bir 73 nömrəli qərar var idi. Orada demişdim də yadınızdadır. Sarı bir göstəricidə göstərilib qiymətlər. Yeni qərarda götürdülər, onu ləğv elədilər, onu XX qoydular. Sürücülər oradan artıq, onu da mən tapıb çıxartdım ki, baxın bu qiymət var falan. Gördülər, artıq orada çox müraciət edirlər. Yeni qərarda artıq onu XX olaraq göstərdi. Deyirəm, taksi sürücüsü şirkətdən istəmək öhdəliyi yoxdur. Taksometrdə hansı qiyməti tətbiq eləsinlər? Yəni bunun cavabını Azərbaycan, bunun cavabı bir dənədir. Taksometrdə istədiyin qiyməti orada özün qoya bilərsən. Yəni mən məsələn üçün kilometrajı istəsəm 10 manatdan sürərəm. Bu mənim qanuni hüququmdur. Yəni nə mənada? Mən şirkətlə işləmirəm, taksometrdir. Qeydiyyatdan keçir. Özüm qiymət təyin edirəm. Mən qoyuram orada 1 kilometrinə 10 manat. Müştəri oturur, qoşuram taksometri, gedib çatdıram məsələn 10 kilometrə tutalım deyirəm, yazır 100 manat. Müştəri məndən danışacaq ki, sən niyə bu qiyməti məndən bu qədər pul alırsan? Və mən də qanun pozuntusu eləmirəm ha. Çünki vahid taksi qiyməti əsaslandırılmış taksi qiyməti, vahid yox. Bunda götürərlər sabahları kilometrajını qoyarlar 20 qəpikdən. Sonra biz vahid qiyməti tətbiq elədik, elə deyil. O qiymətə əsaslandırmalısan. Taksi sürücüsünə də çatdırmalısan ki, niyə 1 kilometrə budur? Və müştəriyə də çatdırmalısan ki, niyə 1 kilometrə bu qədər qiymətdir? Bunu eləməyiblər. Amma sürücüyə deyir ki, şirkətdən işləmirsən. Çünki qərarda göstərilib taksometr və yaxud müvafiq proqram təminatı. Müvafiq proqram təminatı bu dəqiqə şirkətlərin belə deyək də proqramda yazılan qiymət. Əslində taksometr dedim, hansı qiymətə əsaslanır? Mən işləmirəm şirkətdən, hardan alım taksometr? Taksiyə də nəzarət edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir.